Bayat-ı Nurh 4 video və 4 audio kanaldan ibarət 8 kanallı audiovizual təsviri incəsənət əsəridir. Bu əsərdə 4 monitor var və hər monitorda ayrı görüntülər var və hər görüntüyə aid ayrı səs var. Amma bir otaqda birgə səslənəndə onlar musiqi kompozisiyasına çevrilir və bu musiqi kompozisiyası Bayat-ı Şiraz muğamı üzərində qurulmuşdur. Demək olar ki, burada klassik muğam əsəri təbii səslərlə ifa olunur. Burada həm quş səsləri var, həm həşərat səsləri var, həm su səsi var. Bu əsərin musiqi tərəfini, həm aranjmanı, həm də musiqi tərəfini işləyən bəstəkar Firudin Allahverdi olmuşdu və o təbii səsləri birləşdirib ayrı-ayrı alətlərə bölmüşdü və onu sonra yenidən bir formaya yığıb ondan musiqi yaratmışdı. Yəni artıq Bayat-ı Şiraz, amma başqa ifadə. İşin birinci etapında biz sample'ları təsbit eləməyə başladıq ki, hansı sample'lardan istifadə olunsun. Bunun üçün əsas kriteriya o sample'ların üzərində musiqi qurmaq olmalıydı. Əsas şərt buydu. Bu baxımdan birinci etapda biz sample'ları seçdik. Bütün o canlılara uyğun, quşlara və ağcaqanada uyğun, o cümlədən zərb alətini əvəz edən damcılara uyğun sample'ları tapdıq, onları müəyyənləşdirdik. Bu sample'ları biz oradakı hər bir canlını bir virtual alətə çevirdik. Bu virtual alətə çevriləndən sonra növbəti etapda musiqinin hazırlanması idi. Burada bizim əsas məqsədimiz o idi ki, Azərbaycan musiqisinin klassik formasını saxlayaq və qərara gəldik ki, 3 dənə hissə götürək muğamdan. Bu muğamın dəramət hissəsidir ki, adətən neytral bir instrumental musiqi olur muğamda. Biz onu çalışdıq saxlayaq. Sonra ikinci hissə əsas meditativ hissədir ki, Bayat-ı Şiraz muğamının maye və nişi-büfəraz. Və üçüncü hissə isə rəng idi. Demək olar, bütün muğam dəstgahlarında rəng olur və biz də müvafiq olaraq Bayat-ı Şiraz rəngini istifadə etdik. Demək, bu virtual alətlərdə sırf dəstgahda gördükləri işləri görürlər. Bizim solist bülbülümüz əsasən tarım, muğamda çaldığı xətt aparır. Ağcaqanad orada kamançanın partiyasını çalır. Damcı səsi isə göründüyü kimi zərb alətlərini imitasiya edir. Xanəndənin seçimində biz bir xeyli Bayat-ı Şiraz ifasına qulaq asdıq. Xüsusilə qadın ifaçıların ifasında həm estetik, həm tembral belə qərara gəldik ki, Bəyimxanım Vəliyeva ən uyğun olar. Onun səsini yazdıq, sözlər bildiyiniz kimi Vahidin qəzəlidir. Gələndə sübh zamanı sədası bülbülümün, gələndə sübh zamanı sədası bülbülümün, alır bu canımı şur nəvası. Gül və bülbül mövzusu şərq poeziyasında böyük yer tutur. Əgər biz yadımıza salsaq, müxtəlif şeirlərdə, ədəbiyyatda bu obrazlar çoxdur. Yəni şərq ədəbiyyatındakı gül var, bülbül var, gözəl bir bağ var və bu obrazlar adətən şeirin içində olur. Amma burada həmin əsərdə həmin obrazlar, həm gül, bülbül, onlar ifaçı rolundadılar. Onlar ifa edirlər. Onların ifasından musiqi yaranır. Burada biz çalışdıq ki, həmin muğamın klassik formasını o kanonlara uyğun olaraq quraq, yəni ondan kənara çıxmayaq. Azərbaycan muğam ənənəsi Yaxın Şərq klassik musiqi ənənəsinin bir hissəsidir. Təkcə Yaxın Şərq də yox, demək olar ki, Mərakeşdən Hindistana qədər olan bir ərazidəki bir mədəniyyətin bir tərkib hissəsidir və digər mədəniyyətlərlə həm ortaq, həm fərqli cəhətləri var. İlk növbədə əslində Azərbaycan ənənəsini, yəni bu böyük bir Yaxın Şərq sivilizasiyasının bir hissəsi olan Azərbaycan muğam ənənəsini göstərməyə çalışdıq. Amma bu həm də dediyimiz kimi eyni zamanda böyük bir coğrafiyanın, mədəniyyətinin tərkib hissəsidir. Həmin əsərdə tamaşaçı zala girəndə o nəinki səs, həm görüntü görür, təsvir görür, səs eşidir, həm də ətirdən istifadə eləmişəm. Burada qızılgül ətri, təbii, o da təbii qızılgül ətri istifadə olunub və insanlar zala girəndə onlar həm səs eşidirlər, həm videoya baxırlar, həm də ətri hiss edirlər və bu ümumi bir effekt verir. Yəni effekti daha gücləndirir və insan artıq özünü bir gözəl bir bağda, gözəl bir mühitdə hiss edir.
Ümumiyyətlə demək olar ki, Azərbaycan muğamında, eləcə də Yaxın Şərq muğamında digər bir çox musiqi mədəniyyətləri kimi özündə həm də ətrafdakı təbiət səslərini imitasiya eləməyə meyilli olub. Və bu imitasiyalarda ən mühümü elə bülbül olubdur. Kimsə yaxşı oxuyanda onun haqqında müsbət bir fikir kimi, bülbül kimi ötür belə bir fikir deyilir. Təsvirlərdə də daha çox çalışdım şərq estetikası olsun. Yəni şərq hər şeyi estetik baxımdan, yəni incə, daha detallı incəsənət formalarına, incəsənət növlərinə çox böyük fikir verir. Məsələn, detallara fikir verir, estetikaya fikir verir, onun keyfiyyətinə çox fikir verir. Şərq təsvir incəsənətində detallara, xırdalıqlara, ümumiyyətlə ümumi keyfiyyətə çox böyük fikir verilir. Belə bir ki, bizim mədəni baqajımız da biz ondan həmişə istifadə edə bilərik.